Nizami Kino Mərkəzinin divarları. Hadisə ilk baxışda adi görünə bilər, amma əslində bu cür hallar şəhərin mədəniyyətinə, estetik görünüşünə və ictimai dəyərlərinə mənfi təsir edən amildir. Paytaxtın tam mərkəzində baş verən son hadisə isə artıq sadəcə bir görüntü deyil, bu şəhər mühitinə, tarixi və ictimai məkanlara olan münasibətin göstəricisidir. Mədəniyyətimizə uyğun deyil, xeyr. Bizim yəni Azərbaycan mədəniyyəti bütün ölkələr Azərbaycan mədəniyyətini tanıyır ki, necə bizim bir mədəniyyətimiz var. Prosta belə hadisələr olanda artıq insan istər-istəməz pis olur ki, yəni bu düzgün bir şey deyil, amma küçə bərbad haldadır, yəni mənasız şeylər, lazımsız yazılardır. Tikmək özü sənətdir, həmin binaları sənət əsəridir. Onların üstündə elə bir yazı ya cızıq zad pozur da onları. Vandalizm deyirlər, eləncə. Bakı mənzərəsi, tarixi arxitekturası və təmizliyi ilə tanınır. Tarixi binaların divarlarını lazımsız və yöndəmsiz yazılarla çirkləndirmək bu görkəmə birbaşa zərbə vurur. Memarlıq və şəhərsalma standartları var, bunun öz qanunları var. Ümumiyyətlə şəhərin estetik tərtibatı tam başqa bir sahədir. Bu qorunub saxlanılmalıdır. Yəni belə deyək ki, bu janrla məşğul olan qoyduğum ki, sənətkarlarımız yəni harda gəldi çəkərlərsə, onda şəhərin ümumi vizual görünüşündə bir eybəcərlik yaranar. Yəni təbii ki, bu sənət əsəri deyil. Nizami Kino Mərkəzinin divarında olan dırnaqarası sənət əsəri hazırda silinib. Ancaq digər tərəfdə bu yazılara yenidən rast gəlmək mümkündür ki, yaxından da yaxınlaşıb yazılara baxdıqda yenə də heç bir şey başa düşmək olmur. Məsələ bunu bura çəkənlərin məqsədinin nə olduğu da elə sual altdadır. Bu divar isə boydan boya dırnaqarası sənət əsərləri ilə doludur. Divarlardakı yazıların tamamilə silinməsi üçün yenidən boya çəkiləcək. Birinci sloy artıq rənglənib. İndi quruyandan sonra Mədəniyyət Nazirliyi tərəfindən də bu işlər bərpa olunur və nəzərimizədir. Ola bilər indi Amerikada, Avropada bu trenddadır belə şeylər, neçə illərdir, amma bizə şərq mədəniyyətinə məncə bu belə də yaxın deyil. Ona görə inşallah belə bir şeylər təkrarlanmaz. Tarixi abidəni zədələməyə çalışanlara gəldikdə isə onlar Landau School'un 11-ci sinif şagirdi Münəvvər Bərxudayeva, Landau School'un 10-cu sinif şagirdi Layla Samir qızı Muradi, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Şəfiqə Qaraşlı və 2006-cı ildə İranda anadan olmuş, 2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin 2-ci kurs tələbəsi Ardeşir Seyfpour Saad Abadidir. Hadisəni törədən şəxslərin hələ məktəb yaşında olması isə məsələni daha da ciddiləşdirir. Unutmayaq ki, hər bir uşağın formalaşmasında ailə əsas rol oynayır. Vətənə sevgi, şəhərə qayğı, ictimai mülkiyyətə hörmət, estetik zövq ilk növbədə ailədə aşılanmalıdır. Əgər bu dəyərlər uşağa kiçik yaşdan öyrədilmirsə, nəticədə belə halların şahidi oluruq. Unutmayaq ki, Bakı yalnız binalardan ibarət deyil, Bakı bizim mədəniyyətimiz və tariximizdir. Onu qorumaq isə seçim deyil, məsuliyyətdir.